Ya Allah'ın adı. Bu günləri Roman Usta'nın nağara alətləri sexinə gəlmişik. Bizim 2 dənə sifarişimiz var. İntihası usta. Bu çox uzun çəkdi. Qadanam sən. Müəyyən səbəblər. Bu alətlər hara gedir, kimə gedir bir deyin görək. Bu gedir Elibala məktəbinə. Biri Allah Elay, xeyir versin. sağ ol, Elay baladır. O da Razim balamızdır. Allah Bu çox xeyir alətlər versin. Allah sizə uzun ömür versin ki, belə gözəl tələbələr yetişdirirsiniz. qadan alaram. İndi Elay bala bir dənə şırtıq çal görüm. Bax. Bir dənə trimol çal görüm. Bir dənə qoş şapalaq çal. Əla, xoşuna gəldi. Razim bala, söz səndə. Süper. Süper. Usta, Allah səni var eləsin. Sağ ol. Çox sağ ol. Çox sağ ol. Yəni, Xətər razı valla deyir, görsənən dağın nə bələdçi, hamısı göz qabağındadır. Heç də ora-bura qaçmağa ehtiyac yoxdur. Roman Usta'nın yaşayış yeri Gəncə şəhəri, iş yeri Kürxəzər Şadlıq Sarayının nəzdində gözəl bir ofisi var. Bax, bu alətlər, hamısı bax, nağaralar, davullar, bax, hər şey, hamısı yerindədir. Yəni, Elibala məktəbinin həmişə üzləridir. Bax, davuludur. Yəni, nağarıya, ritmə aid nə varsa da hamısını Roman Usta görür. Usta, sənin qadan alaram. Allah görmür. Allah canına sağlıq Sağ ol, versin. var ol. Xeyir duasını da ver yine. Allah çox xeyir versin. İnşallah sumkalarına da qoyarıq, götürərsiniz, gedərsiniz. Allah qoysun, Allah Xeyir qoysun. olsun. Uşaqlara Allah xeyir versin. Amin. Qadan alaram, öpürəm. Usta qadasını alım. Sağ ol, Allah səni var Allah sizə eləsin. ömür versin. Bəli. Sağ ol.